Salam əziz dostlar, mən Məmməd Məmmədov. Bu günləri sizə internet downloader managerin lisenziya və yaxud serial nömrəsinin vaxtı bitdikdən sonra onun serial nömrəsi yazmadan ona seriya vaxtı verməyi öyrədəcəm. Mən pozdum sizi başa salmaq üçün yenidən yükləyirəm. Məndə var idi, seriya nömrəsinin vaxtı bitmişdi. Baxın, yükləyirəm. Mən türk dilində qoydum. Siz hansı dildə istərsiniz, o dildə də qoyarsınız. İləri yüklənir gördüyünüz kimi. Yükləndi. Bitir düyməsinə basın. Gördüyünüz kimi yükləndi. Gözləyək açılsın. Gördüyünüz kimi yazıldı. İnternet download manager sahte seri numarası ilə kayıt edilmişdir. Yəni ki, seri numarası mən yazmamışım. Ancaq ki, yəni deyir sahte, yəni vaxtı yoxdur da, işləmir. Ona OK düyməsini basırıq. Burada seriya nömrəsi yazmaq var. Bunlar ancaq düzgün işləmir. Gərək seriya nömrəsi alasın, posta ilə yazılan qılasın. Biz buna X bulaq. Sizə bunu mən verəcəm, WinRAR. Burada Path Efe var. Bura basırıq. Path düyməsinə vururuq. Klik edirik. Mən burada seçmişəm. Əvvəldən yenə də seçin, baxın. Bu mənim ekranımdır gördüyünüz kimi. Kompüterə giririk. Buradan C diskinə. Buradan da Windows program. Buradan program Files x86'ya giririk. Buradan internet download managerin papkasını tapırıq. Daha internet download manager. Buna girdik. İdman. Buna klik bir dəfə edib Otkrit düyməsinə basırıq. Gördüyünüz kimi bu cür yazıldı. Ok düyməsinə basırıq. Və burada adımızı yazırıq. Mən öz adımı yazacağım. Gördüyünüz kimi yazıldı. Reg düyməsinə basırıq. Register successful. Ok düyməsinə basırıq. Və close düyməsinə. Bunu bağlayaq. Yenidən giririk. Gördüyünüz kimi işlədi. Görürsünüz. Bunu istəsəniz də görəcəksiniz işləyəcək. Bunu endirmə linkini aşağıda videonun altında verəcəm. Hər hansı bir sualınız olsa Skype-ma müraciət edə bilərsiniz. Başqa məlumat üçün əlaqə nömrəmi də orada qoyacağım. Gələn görüşlərdə kanala abunə olun.